divarlara dırmaşır. İndi va qoyub mənim bu güllərimə deyirəm, ay dünə bu güllərin dərdində qaçmışam idarələrə. Bura idarə müraciət eləmişəm idarəyə, Nizami müəllimə. Onlar mesela kurtlar gelip daraşır evin içine yapışırlar onun şalvarını zaten çıkırlar yukarı. Komşudan gelip keser bu tarafa. Onun ağacını onda da demişim bana savaşı. Lənkəran rayonunun ən böyük yaşayış massivlərinə olan Liman şəhəri, Boladi, Separati, Zövlə kəndləri və digər ərazilərdə kütləvi şəkildə Amerika ağ kəpənəyinə rast gəlinir. Sakinlərin sözlərinə görə zərərvericilər həyətyanı sahələrdə və ağaclarda əsasən may ayının sonlarından etibarən müşahidə olunmağa başlayıb. Ağaclardan gəlir. Baxala. Bu da süpürgə qoymuşam, süpürürəm, deyirəm bu evlərə. Son günlər isə onların sayı daha da artaraq meyvə ağaclarına və tərəvəz məhsullarına xeyli ziyan vurub. Onlar belə bir ay, 2 aydır belançinədir. Bu dayı öldürür, divarlara dırmaşır. İndi va qoyub mənim bu güllərimə deyirəm, ay dünə bu güllərin dərdində qaçmışam idarələrə. Bura idarə müraciət eləmişəm idarəyə, Nizami müəllimə. Görürəm Nizami müəllim də deyir ki, biz nə eləyik? Bizim həyatlar da belədir də. Bizim dedim, niyə eləyirsiniz? Bu da tüt ağaclarına ancaq varam, bu da qoyub da görürsən də tüt ağacı, bu heyva ağaclarına, nar ağaclarına, üzüm ağaclarına belə düçar olub beləncə adamın canına. Evinizdə necə? Evində də uşaqlar çıxırlar qırağa ilə görürəm, nənə bizim paltarlarımızda. Uşaqlar ağacın dibində gəlirlər də, gəzirlər. Ay nənə, deyirəm, nənə nə eləsin, axı, nənə ölsün gərək. Nənə bunun üçün nə eləsin? Axır, dünən icra komitəyə məlumat vermişəm. Dedi, xala, get falan yer, hələ orada axır məlumat ver. Dərmanlarıma işləri aparmamışsınız hələ? Yox, xala bala, heç biri gəlməyib mənim həyatıma. Bir dənə dərman sapsın, bir dənə eləsin, yox, gəlməyiblər, heç kim gəlməyib. Nə kimi ziyanlar vurub sizə, yəni ağaclar? Bir dənə bu ağaclara, mənim meyvə ağaclarıma, qabali ağaclarıma, alma ağaclarıma, armud divarda, hamısını belə məhv eləyiblər. Heyva ağaclarına düçar olub. Ancaq o tüt ağacları var, ondan keçib bu tarafa. Ona gəlir süftə daraşır, sonra gəlir keçir bu ağaclara. İndi görür ki, dayı bu ağacları məhv oldular, başlayır indi o ağaclara. Zərərvericilər areallarını genişləndirərək həyətlərə və yaşayış evlərinin içinə daxil olurlar. Hazırda Lənkəran rayonunun Liman, Şirinsu, Boladi və Zövlə yaşayış məntəqələrinin ərazilərində Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri aparılır. Zərərvericinin arealının genişlənməsinin qarşısını almaq və bitki sağlamlığını qorumaq məqsədi ilə ümumilikdə 500 hektar ərazidə müvafiq tədbirlər görülür. Xüsusi texnika və təsirli preparatların tətbiqi ilə həyata keçirilən çiləmə işlərində əsas məqsəd ağac və bitkilərə ciddi ziyan vuran bu zərərvericinin populyasiyasını əhəmiyyətli dərəcədə azaltmaqdır. Bu qurt da gəlib, daraşıb, heç cürə təmizləmək mümkün deyil. Bu, əsasən rast gəldiyi mayın axırında. Bu ağacları, gilas ağaclarıdır. Bunları tutdu. Orada bir dənə ağac var, onu tutdu. Biraz, bu yayıldı. İndi 2 gün idi, da evin içine girmək mümkün deyildi qurdun əlindən. Yarpaqları yiyib, meyvələr də tökülüb aşağı, ziyan. Bu da burada xurma ağacını burada təzə başlayıb. O bir tərəfdə armud ağacların. Bu göstərə bilərəm sizə. Bu evə də girirdi də, yəni evin... Evin içinə də girirdi. Mümkün deyildi paltarla. Gəzirsən bir də üstündə qurd. Mümkün olmurdu evə girmək. İndi bir dəfə dərmanlama işləmi aparmışsınız da özünüz? Bir dəfə aparmışıq, indi gözləyəcəyik. Bəlkə bir dəfə də oldu, gələk bir dəfə də aparam. Yəni o dərmanlama işi aparandan sonra təmizlənib də, yəni azalıb? Azalıb. Azalıb. Görürsənlər. Görsənir, azalsa da görsənim. İndi yenə baxaram da axşam çağıya. Səhər bəlkə yenə sapdım. Biz özümüz bir gün görmüşük. Körpü uşaqlar mesela kurtlar gelip daraşır evin içine yapışırlar onun şalvarını zaten çıkırlar yukarı. Komşudan gelip keser bu tarafa. Onun ağacını onda da demişim bana savaşır.
Ona dedim ki, kes öz ağacları bir daha. Dedim, ben kesmiyorum. Qurd gəlir, çıxıb düz daraşır evə. Düz indi ayaqla gedək, oyanlar hamı gəlir, ilan, gəlir taraşır. Uşaqlar qorxurlar orada qardaşlar. İlanlar da gəlirlər, sonra qurdlar gəlirlər, düz evin içinə girirlər. Uşaq axşam deyir ki, mən yata yerimdə qurd var. O balaca oğlan deyir. İndi biz də nə eləyək, nə tərlə, indi kimə müraciət eləyək, nə tərlə özümüz almışıq, belənsini, məcbur almışıq. İndi siz xahiş eləmişik, siz gəlmişsiniz indi. Bizim meyvə ağaclarımıza vurub, heyva deyir, armud deyir, alma deyir, onlar hamı vururlar, gör nə gündə qalıb, heyva ağacları bax, nə gündədir. Axır məcbur almışam, dünən şey eləmişəm, o alma ağacları hamı kəsmişəm. Məcbur qaldım. Getdim armud, hamı belədir, hamı. İndi biz nə tərlə, kimə eləyək, nə tərlə, indi məcbur qalmışıq, bizə bir əsas lazımdır ki, qurdları iş eləyək. Qeyd edək ki, həm meyvə, həm də meşə ağacları üçün böyük təhlükə yaradan Amerika ağ kəpənəyinin vaxtında aşkarlanması və məhv edilməsi məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunması baxımından vacib şərtdir. Lənkəran rayonu ərazisində yayılan Amerika ağ kəpənəyidir. Aqrar Xidmətlər Agentliyi olaraq 2026-cı ildə 6500 hektar ərazidə monitorinqlər aparılmış və 4700 hektar ərazidə sirayətlənmə müşahidə olunmuşdur və 4700 hektar ərazidə də dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri bu günə qədər həyata keçirilmişdir. Lənkəran rayonunda isə hal-hazırda 2 günə qədər 500 hektardan artıq ərazidə Amerika ağ kəpənəyinin yayıldığı müşahidə olunmuşdur və ona qarşı da dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılır. Məlumat üçün bildirim ki, Amerika ağ kəpənəyi ildə 3 nəsil verir və onun ən əsas yayılma problemi tut ipək qurduna qarşı istifadə olunan yemdir ki, onlar bir yerdən digər yerə daşınarkən onların yayılması və populyasiyanın artması müşahidə olunur. Amerika ağ kəpənəyinə qarşı ilkin mübarizə tədbiri mexaniki mübarizə tədbiridir. Həyətyanı sahələrdə onun əmələ gətirdiyi torlar müşahidə olunduqda ilkin olaraq onlar kəsilərək mexaniki yolla yandırılmalıdır. Bunu birinci olaraq tövsiyə edirəm. İkinci olaraq kimyəvi mübarizə tədbirləridir. Kimyəvi mübarizə tədbirlərində əsasən deltametrin, alfa-spermetrin, spermetrin və digər insektivlərdən istifadə edilərək onlar kimyəvi mübarizə tədbirlərini apara bilərlər. Amerika ağ kəpənəyi Lənkəran rayonu ilə yanaşı Respublikamızın Zaqatala-Balakən bölgəsində, Bərdə rayonunda, həmçinin Abşeron və Sumqayıt ərazilərində də geniş miqyasda yayılıb. O gün maşın soyuna bak. Mənim başımın suyuna bax. Sonra var indi göstərərəm. Evet, evet.